Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sizinlə yenidən Kanal 13-ün canlı efirində görüşürük. Bugünkü İslam dünyasının qonağı hər zaman olduğu kimi ilahiyyatçı Yaşar Qurbanovdur. Və biz bugün Yaşar müəllimlə köməkləşmə, yardımlaşma, sədəqə və bir də xeyir sümbülləri haqqında söhbət aparacaq. Siz də Facebook və Twitter vasitəsilə saytımıza daxil olub, orada kənarda yerləşən interaktiv chat vasitəsilə öz sual və fikirlərinizi Yaşar müəllimlə bölüşə, ona verə bilərsiniz. Yaşar müəllim, biz sizi salamlayırıq. Çox sağ olun. Mən də ilk öncə bütün tamaşaçılarımı salamlayıram və Allahın xeyri, bərəkəti üzərlərində olsun və bu gözəl gündə, Ramazan ayının ilk 10 günündə, rəhmət günlərində Allah Teala rəhmətini bizdən əksik etməsin və Allah Teala etdiyimiz ibadətlərimizi qəbul etsin. Həmişə verilişimizə başlayanda biz Quran-ı Kərimdən bir neçə ayələr dinləyirik və ayələr dinləyə və sonra söhbətimizə başlayaq.
Xatırladım ki, verilişimiz canlı yayımlanır və tamaşaçılar da verilişimizə qoşulub öz sual və fikirlərini bizimlə bölüşə bilərlər. Bugünkü verilişimizin mövzusu, dediyim kimi, xeyir sümbülləri, yardımlaşma və sədəqədir. Yaşar mənim ilk dəfə deyəndə ki, verilişimizin mövzusu xeyir sümbülü olacaq, mənə də qəribə gəlmişdi və istəyirsiniz tamaşaçılara da bu haqda məlumat verin, nə deməkdir? Yəni, bu barədə gözəl bir məqalə oxudum. Mən məqalə gördüm. Yəni, yardımlaşma, əl tutma, əsasən də ki, Ramazan ayında bunu çoxaltmaq barədə və məqalənin adı da belə idi. Sənəbilül xeyr, yəni xeyir sümbülləri. Allah təala Quran-ı Kərimdə nəyə görə yəni bir insanın yardım etməsi, əl tutmasını, sədəqə verməsi, kiməsə yardım etməsini sümbülə bənzədir. Necə ki də Allah təala bir deyir, sümbüldə 100 dənə olduğu kimi Allah təala onun da savablarını, yəni sədəqəsinin yardım etdiyin savablarını artırar. Yəni bunun adı bununla bağlıdır. Yəni ona görə adını belə seçdik. Birinci, hər bir müsəlman bilməlidir ki, qazandığı hər bir mal dövlətin sahibi uca Allahdır. Allah bəzən onun insanlıq, bəzi qullarına çox verir ki, baxsın, görürsün, həmən qulları bunu necə istifadə edirlər. Və bundan sonra Allah ondan soruşacaq qiyamət günü. Mal dövlətini necə cəm etdin, necə topladın, harada sərf etdin, nəyə sərf etdin? Əgər bunu həqiqətən də halal qazanımsa və yaxşı işləri sərf edibsə, Allahın razılığında sərf edibsə, nə xoş insanın halına, bu insanın səadəti, xoşbəxtliyi deməlidir. Yox, əgər haramda qazanıbsa, haramla bunu toplayıbsa və bunu da həqiqətən də pis işlərə sərf edibsə, bu insan üçün bədbəxtliyin başlanğıcıdır. Ona görə də hər bir insan mal dövlətində Allah sevgisini axtarmalıdır. Yəni, Allah sevgisinə baxmalıdır. Hər bir mal dövlətində Allah sevgisini qazanmalıdır. Yəni, pis işlərə xərcləməli deyil. Ona görə də bu ən mühüm məsələlərdən birisidir ki, Ramazan ayında müsəlmanlar ən çox buna önəm verməlidir. Çünki burada yardımlaşmada iki məqsədi var. Birinci, sədd-i xullətül muslimin, müsəlmanların ehtiyacını aradan qaldırmaq. İkinci, məunətül İslam və tə'id, İslam dininə yardım etmək. Yəni, bütün bunlar əlbəttə ki, yardımlaşmanın içərisinə girir. Və bunlardan bir neçə məsələlərə toxun, hədislərə toxun. Həqiqətən də bəzi insanlar görürsən ki, xəsis olur, paxıl olur, yardım etmək istəmir. Çünki bunun savabını bilmir. Mənə elə gəlir ki, Allahdan qorxan, Allahı sevən bir insan bunun savabını bilsə, imkanı varsa heç zaman xəsislik eləməz, kasıblara əl tutar, fağırlara əl tutar. Baxın, birinci, Allah yolunda sədəqə vermək, əl tutmaq, Allah dərgahında ən sevimli əməllərdən birisidir. Necə ki, hədis şərifdə Peyğəmbərimiz buyurur ki, وَاِنَّ أَحَبَ الْأَعْمَالِ إِلَى اللّٰهِ سُرُورٌ تُدْخِلُهُ عَلَى مُؤْمِنٍ Allah dərgahında ən sevimli əməl bir möminə sevinç gətirməyindir. Təkşifə anhu qurban və ya onun bir sıxıntısını aradan qaldırmaqdır. Əv təqdi anhu deynən və ya onun borcunu ödəməkdir. Əv tatrudu anhu cu'an onun deyil aclığını aradan qaldırmaqdır. Yəni onu yedizdirməkdir. Allah dərgahında ən sevimli əməllərdən birisidir bu. Həmçinin hədis şərifdə buyurur ki, İnnəl ə'mələ tətəbəhə fətəqulus sadaqatu ənə əfdalukum. Hətta deyir, əməllər belə Allah dərgahında deyir, fəxr eləyər, bir-birinə öyünər. Sədəqə isə deyər ki, mən sizin ən fəzilətiniz mənəm. Çünki Allah təala nə edib? Çox böyük dəyər verib sədəqəyə. Yəni, yardımlaşmaq, kasıblara əl tutmaq. Ona görə də hər bir müsəlman bunu unutmalıdır və əsasən də ki, Ramazan ayında buna daha çox əməl etməlidir. Ona görə hər bir müsəlman bilməlidir ki, Allah hədis şərif Peyğəmbərimiz buyurur ki, Əhlül mə'rufi fid-dunya hum əhlül mə'rufi fil-əxirə. Həqiqətən də bu dünyada yaxşı olan insanlar, yəni yaxşılıqla tanınan insanlar, əl tutan insanlar axirətdə də yaxşı insanlar sayılır. Ona görə nədir? Hər bir müsəlman, necə deyərlər, bunu unutmalıdır və əsasən Ramazan ayında kasıbları sevindirməlidir, fağırları sevindirməlidir, yetimləri sevindirməlidir. Ona görə də hər bir müsəlman bilsin ki, sədəqə vermək sadəcə zənn etməsin ki, onun mal dövləti azalacaq. Əksinə, Allah təala onun mal dövlətini çoxaldacaq. Baxın, sədəqə verməyin, yəni əl tutmağın savablarından birisi nədir? Vəqayətuhə lil-mutasaddiqi minəl-bələ'i vəl-kurub. Sədəqə vermək həmçinin sənin üçün xeyirlidir. Allah təala sənin onunla səni bəlalardan, sıxıntılardan qoruyur. Baxın, hədis şərifdə Peyğəmbərimiz s.ə.v gözəl bir hədis buyurur ki, Sana'il mə'rufi təqi masari'əs-su vəl-əfətə vəl-hələkət. Həqiqətən yaxşı işlər görənlər, yaxşı işlər sahibi pis işlərdən, sədəqə verən insanlar pis işlərdən, bəlalardan, sıxıntılardan qurtarar. Həmçinin buyurur hədis şərif Peyğəmbərimiz s.ə.v Əs-sadaqatu təsuddu səb'inə bəbən minəs-su. Həqiqətən sədəqə insanı 70 dənə həlak edici əməldən uzaqlaşdırar. İnsanı həm bu dünyada uzaqlaşdırar pis əməllərdən, həmçinin insanı bəladan, sıxıntıdan. Ona görə də baxın Peyğəmbərimiz s.ə.v hətta günəş tutulanda belə deyərdi ki, فَإِذَا رَأَيْتُمْ ذَٰلِكَ فَدْعُوا اللّٰهَ Görəndə günəş tutulanda Allaha çoxlu dua eləyin və kəbbiru və sallu təkbir gətirin, namaz qılın və sədəqə verin ki, Allah təala nədir? Günəş açılsın. Ona görə də
Yəni, hətta baxın, sədəqə vermək insanın xəstəlikdən müalicə olunması üçün ən böyük səbəbdir. Bəzi insanlarda görürsən ki, əllərində imkan var, Allahın razılığını qazansın, sıxıntıdan, bəladan uzaq olsun, amma imkandan istifadə etmir, çünki bədbəxtdir. O imkanda da Allah ona mal dövlət verib, o mal dövlətini doğru xərcləmir. Kasıblara əl tutun. Baxın, hədis şərdi Peyğəmbər buyurur ki, davu mərdakum bis sadaqa. Yəni, xəstələrinizi sədəqə verməklə müalicə edin. Yəni, nə deməkdir bu? Sədəqə dəqiqətən Allah təala insan sədəqə verərsə, Allah təala ona şəfa verər. Ona görə İbn Həcc buyurur ki, وَلِمَقْصُدُ مِنَ الصَّدَقَ Sədəqədən məqsəd odur ki, xəstə olan insan deyir, o sədəqənin əvəzində Allah Taala'dan elə bil ki, onun əvəzində sağlamlıq almış olur. Çünki sədəqənin deyir, mütləq deyir, təsiri vardır. Çünki bunu Peyğəmbərimiz s.ə.v xəbər vermişdir. Və Peyğəmbərimiz də məndən, kərim olan uca Allah buyurmuşdur. Ona görə İbn-i Mübarək məşhur alimlərdən birisidir. Bir gün bir nəfər soruşur ki, dizimdə bir yara var, yaradan müalicə oluna bilmirəm. Bütün həkimlərin yanına getmişəm. Dedi, get, yaxşı iş gör. Bir su quyusu qazıdı, dedi. O su quyusundan insanlar istifadə etsinlər və sən ondan sonra sən sağalacaqsan. Həqiqətən də sağalır. Həmçinin deyir, Əbu Abdullah Həkim deyir ki, bir gün deyir, İbil ilə yaxın deyir, xəstələnmişdim deyir. Dua insanlara dedim, mənə dua eləyin. Və sonra deyir, neynədim? Müsəlmanlara deyir, sədəqə verdim. Qapının ağzında bir su axmaq üçün bir balaca bir bulaq qoydum və insanlar ondan istifadə etdilər və çox keçmədi ki, sağaldım. Görün, sədəqənin nə qədər savabları var. İnsan birinci öz xəstəliyini aradan qaldırır. Xəstələrində şəfa tapmaq üçün, şəfa tapılmasını istəyirsinizsə, neyiniyin? Gedin, sədəqə verin, kasıblara əl tutun. Bunu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur. Həmçinin baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hətta rivayətlərin birisində gəlir ki, Cəbrail aleyhissalam bir gün Yaqub aleyhissalamın yanına gəlir. Deyir ki, ətədri limə əzhəbət udhibət basaruka və qusət zahrik. Bilirsən nəyə görə sənin gözünün işıqları zəifləyib və belin bükülüb? Və sənə ixvatı Yusuf mə sənəu. Yusufun qardaşları etdikləri əməlləri etdilər, hansı Yusuf əleyhissalamı quyuya atdılar. Bunu Yaqub əleyhissalamı deyirlər. Soruşur ki, Yaqub əleyhissalam nəyə görə? Deyir ki, İnnəkum zəbəhtum şətən fəətəkum miskinun yetimun və huvə saimun fələm tut'imuhu minhu şeyə. Bir gün siz bir qoyun kəsmişdiniz. Sizin də yanınıza bir miskin fağır gəlmişdi. Oruclu ikən idi. Siz ona həmən yeməyi yedizdirmədiniz. Ona görə də bütün bu müsibətlər baş verir. Yəni Allah təala bunu kimə dedi? Cəbrail vasitəsilə Yaqub əleyhissalama. Həmçinin bir insan düşünməlidir ki, bir müsəlman sədəqənin əl tutmağının savabı çoxdur. Allah təala onun mal dövlətini çoxaldır. Savablarını çoxaldır. Dərəcəsini yüksəldir. Bu barədə Peyğəmbərimiz Allah təala hətta Quran-ı Kərimdə buyurur: "İnnel mussaddiqin vel mussaddiqat." Həqiqətən Allaha sədəqə verən, Allah yolunda sədəqə verən kişi və qadınlar. Və aqradullaha qardan hasanan. Əksində onlar sədəqə verməklə Allaha borc veriblər deyir. Allah sədəqə verməyi bir insana əl tutmağı, kasıbı doyuzdurmağı özünə borc hesab edir. Sanki Allaha borc verib. Yəni əgər Allah üçün borc qəbul edirsə bunu, deməli onun əvəzini Allah təala verir. Çünki Allah təala nədir? Heç vaxt borcunu saxlamaz. Əvəzini qat-qat verəcək. Bu dünyada da axirətdə. Baxın ayədə buyurur: "Yuda'af lahum." Allah təala onu deyir, mal dövlətini çoxaldar. "Və lahum ecrun kerim." Onların da savabları çoxdur. Hədis surəsi 18-ci ayədə. Baxın bu barədə hətta alimlərin gözəl sözləri var. Yəni həmçinin digər ayədə buyurur ki: "Men zellezî yuqridullaha qardan hasanan feyudâ'ifuhu lehu ad'afan kesîra." Bəqərə surəsi 245-ci ayə. Kim Allah üçün gözəl borc verər ki, Allah təala onun deyir, onun əvəzini çox-çox artırsın. Borc vermək nədir? Yəni Allah üçün Allah təala nədir? Bir insana əl tutmağı borc adlandırdı. Nəyə görə? Yəni mən onun əvəzini verəcəm, savabını verəcəm və onun verdiyinin əvəzini qat-qat qaytaracam. Ona görə də yəni bu barədə olmuş bir hadisə, bu ayə inəndə Abu Darda Peyğəmbərimiz s.ə.v-in ən tanınmış məşhur sahabilərindən biri idi. Abu Darda bu ayə inəndə onun gözəl bir xurma bağçası var idi. Ən sevdiyi o vaxtı, yəni kasıbçılıq vaxtında kimin xurma bağçası var isə ən zəngin sayılırdı. Və bu ayə inəndə gəlir evinə, deyir ki, Ummu Darda yoldaşını deyir ki, uşaqları götür çıx. Deyir, nəyə görə? Deyir, mən bunu Allah üçün vermişəm, borc vermişəm. Belə bir ayə inib. Hətta uşaqları həyətdə oynayırdılar, xurma yiyirdilər. Anası gəldi, deyir, xurmanı hətta əllərindən götürdü, dedi ki, atanız bunu Allah üçün borc verib. Və gəldi Rasulullah s.ə.v yəni dedi ki, ey Allahın Rəsulü, mən bunu deyir, Allah üçün borc vermişəm. Çünki bilirdi ki, Allah təala onun əvəzini qat-qat qaytaracaq.
Ona görə Allah buyurur Quran-ı Kərimdə: "Məsəlullezine yunfiquna amwalahum fi sabilillah." O kəslər ki, Allah yolunda mal dövlətlərini xərcləyirlər. Kəməsəli habbatin enbetet seb'a sanabil fi kulli sunbilatin 100 habba. Onun misalı da bir buğda toxumuna bənzəyər. Çünki o bir buğda toxumunu neyinə? Səbə sənəbi, 7 dənə sümbül çıxar. Hər sümbüldə də 100 dənə buğda olar. Buğda dənəsi olar. Vallahu yudaifu limen yasha. Allah təala istədiyini artırır. Vallahu vasi'un alim. Allahın rəhməti genişdir. Yəni Bəqərə surəsi 261-ci ayədə. Ona görə bu ayədən götürülüb xeyir sümbülləri adlandırıb sədaqə vermək. Yəni insanlara əl tutmaq. Çünki onu artıran kimdir? Allah Taala. Hətta artıracaq. Yəni o insan ki, paxıllıq eləyirsə, bilsin ki, əksinə mal dövlətini tələf eləyir. Yəni bu mövzuya da, yəni bu mövzu içərisində buna qeyd ediləcək. Ona görə buyurur ki, əgər kim deyir, Peyğəmbər buyurur hədis-i şərifdə, kim deyir, səmimi qəlbdən sədaqə verərsə, Allah Taala deyir, onu nə edərdi? Sədaqəsini artırar. Hətta deyir, bir balaca sədaqəsi dağlar qədər böyük olar. Ona görə buyurur ki, İbn Həcər alimlərdən birisi, "Əs-sadaqatu nitacul amal." Həqiqətən sədaqə deyir, əməlin deyir, nəticəsidir, sonudur. Ona görə də hər bir insan deyir, nə etməlidir? Öz nəfsini tərbiyə etmək üçün, Allahın razını qazanmaq üçün bunu çoxaltmalıdır. Həmçinin buyurur, "Mə enfaqa nafaqatan fi sabilillah." Kim Allah yolunda bir nəfəqə yardım eləyərsə, kətəbələhu 700 divin. Allah təala onu 700 dəfə artırar. Ona görə də alimlər buyurur ki, bu ən az edilmiş vəddir. Yəni vədlərin azıdır. Çünki Allah təala deyir ki, "Yudaifu limen yasha." Kiminsə üçün istəyirsə, daha çox artırar. Yəni, səmimi qəlbdən Allah üçün veribsə, Allah Taala onu o qədər artırar ki, heç bir insan bunun necə deyərlər, sayı hesabını bilməz. Ona görə nədir? Hər bir müsəlman bunu bilməlidir. Yəni, Allah yolunda verməlidir. Həmçinin sədaqə vermək, əl tutmaq, kasıbları yedizdirmək, itfa'ul xataya və təkfiruhə zunub. İnsanın deyir, səhvlərini, günahlarını silər. Baxın, bu barədə də həmçində Peyğəmbərimiz s.ə.v gözəl hədisləri var. Yəni, günahların bağışlanmasını istəyirsənsə, həmçinin günahlarının Allaha asi olmalarını Allah təala istəyirsən ki, üstünü örsün, nə ilə get bir insandan əl tut. Çünki Allah Quran-ı Kərimdə buyurur, Hud surəsi 114-cü ayədə, "İnnel hasenati yuzhibne seyyat." Həqiqətən yaxşı əməllər pis əməlləri silib aparar. Bu Allah Taala'nın bir vədidir. Həmçinin buyurur Allah Quran-ı Kərimdə, "İnnel muslimine vel muslimat." Başlayır. Müsəlmanlar, müsəlman kişi, qadınlar, sonra gəlir "Vel mutasaddiqine vel mutasaddiqat." Həqiqətən sədaqə verən qadın və kişilər, "A'addallahu lahum mağfiratan və ecran azima." Allah Teala onlar üçün deyir, möhtəşəm bağışlanma və əzəmətli savab hazırlayıb. Bu dünyada da, axirətdə də. Həmçinin buyur Allah Teala Quran-ı Kərimdə, "Vasari'u ila mağfiratun min rabbikum." Həqiqətən Rəbbinizin məğfirətinə qoşun, onun cənnətinə qoşun, hansı ki cənnətin genişliyi yerlər və göylər qədərdir. Müttəqilər üçün hazırlayıb. Kimlərdir onlar? "Ellezine yunfiquna fis-sarra'i ve'd-darra'i." Onlar gizlində də, aşkarda da sədaqə verərlər, əl tutarlar kasıblara. "Vel-kaziminel-gayz." Qəzəblərini boğarlar. "Vel-afina anin-nas." İnsanları əfv eləyərlər. "Vallahu yuhibbul muhsinin." Allah Teala ihsan sahiblərini sevər. Ona görə də bu nədir? Həmçinin hədisdə buyurur ki, "Es-sadaqatu tutfi'ul xati'atu." Həqiqətən yaxşı əməl, sədaqə, yardımlaşma insanın deyir, günahlarını silər. Necədir ki, deyir, başqa rivayətdə gəlir ki, yəni buna bənzər çox rivayətlər var. Necə ki, deyir, misal üçün, insanın günahlarını silib aparar, necə ki, deyir, bir su ateşi söndürən kimi. Yəni, insanın günahlarını söndürər, silib aparar. Bu, Peyğəmbərimiz s.ə.v-in hədisidir, hədis şərifdə buyurur. Yəni, ona görə də bu barədə bəzi məsələləri də verilişimiz əsasına toxunacaq. Yəni, insanın mal dövlətinin artmasına səbəbdir. Ruzisinin artmasına səbəbdir. Bəzi də elə zənn eləyir ki, Allah yolunda kasıblara əl tutsa, onun mal dövləti azalacaq. Əksinə, mal dövləti çoxalacaq. Əksinə, o kəslər ki, paxıllıq eləyir, yəni imkanı var, mal dövləti çoxdur, kasıblara əl tutmur, yetimlərə əl tutmur. Əksinə, o mal dövlətini tələf eləyir. Çünki bu barədə də Peyğəmbərimiz s.ə.v hədisləri var. Hətta buyurur ki, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ وَهُوَ يُخْلِفُ. Allah yolunu nə verirsinizsə, əvəzini Allah verəcək. وَهُوَ خَيْرُ رَازِقِينَ. Ən gözəl, ən xeyli ruzu verən kimdir? Uca Allah Teala. Səba surəsi 39-cu ayədə Allah Teala buyurur. Yəni, istər vacib olsun, istər müstəhəb sədaqə olsun, yəni kasıblara əl tutmaq olsun. Allah Teala deyir, onun əvəzini qat-qat artıracaq. Amma o kəs ki, xəsislik eləyir, mələk bir səhər açılanda deyir, 2 dənə mələk elər. Birlərdən birisi deyər ki, Allahümmə ə'ti munfiqən xələfən.
O kəs ki, Allahım, sənin yolunda imkanı var, ailəsini dolandırır, əlavə ruzusu var, boldur imkanları, biznesi var, ticarəti var, verirsə, onun əvəzini ver. Allahımı ə'ti mumsikən tələf. O kəs ki, simicli yeri, kasıblı yeri, onun mal dövlətini tələf eylə. Yəni, Allah falanın enmiş mələk neyniyər? Dua eləyər. Yəni, bəd dua eləyər. O kəslər ki, neyniyir? Paxıllıq eləyərlər. Və bilsin ki, hər bir insan əgər paxıllıq eləyirsə, o əksində bərəkətdən məhrum olur. Ruzusunu azaldır. Çünki Allah Teala vəd eləyib ki, buyurur ki, Peyğəmbər hədis-i şərifdə, "Sələsun uqsimu aleyhinnə." 3 şey vardır ki, and içirəm mən ona. Onlardan birisi nədir? "Fəinnehu mə naqasa malu abdin min sadaqa." Heç zaman deyil, sədəqə verənin mal dövləti azalmaz. Peyğəmbərimiz sallallahu and içir. Peyğəmbərimizin andı deməli Allah Taala'nın buyurduğu nədir? Vəhiydir. Ona görə də hər bir müsəlman nə etməlidir? Allahdan qorxmalıdır. Yəni sadəcə simiclik özünü qorumalı deyil. Özünü fikirləşməli deyil. Kasıblara əl tutmalı. Əsasən də ki, Ramazan ayında. Baxın, hədis-i şərifdə buyurur, yəni bu barədə var rivayətlər bunun mənası. Və inna rizqal abdi yətihi bi qadri atiyyəti və nəfaqatihi. Yəni bir insanın ruzusu onun sədəqə verdiyi qədər gələr. Nə qədər çox verərsə, çox gələr. Az verərsə, az gələr. Və mən əmsəkə umsikə aleyh. O kəs ki deyir, simiclik eləyərsə, Allah Teala da ona qarşı neynəyər? Ruzusunu azaldar, kəsər. Yəni bu deyil, görülmüş bir şeydir. Alimlər deyir ki, biz bunu həyatımızda da görmüşük. Baxın, bir nəfər, hətta yəni bu barədə çox rivayətlər var. Mən bunları verişimiz əsasında çalışacağım bunların bəzilərini qeyd edeyim. Yəni, yaxşılıq, sədəqə vermək, əl tutmaq. Niyə bunları qeyd edirəm? Çünki Ramazan ayında bir fürsətdir. Bəzi insanlar görürsən, heç olmasa başqa vaxtları kasıb olsalar, simic olsalar da, xəsis olsalar, Ramazan ayında heç olmasa əl açıq olsunlar. Kasıblara, yetimlərə əl tutsunlar. Özü üçün edir. Allah Teala mal dövləti çoxaldır. Amma nə qədər paxıl olacaqsansa, həmçinin sədəqə nədir? Əzabdan qorunmaq üçün və cənnətə girmək üçün ən böyük səbəblərdən birisidir. Nədir? Dəlil. Peyğəmbər hədisi buyurur ki, sədəqəni nəyə bənzədir? Kəməsəl raculun əsərahu aduvu. Bu deyil, bir nəfərə bənzəyir ki, bir nəfəri bir düşmən həbs edib, əsir götürüb. Fəəvthəqu yədəhu ilə unuqihi. Və əllərini deyib, boyunların arxasına bağlayıb. Və qaddamuhu liyadribu unuqahu. Və onu edam etmək üçün, boynunu vurmaq üçün gətirirlər. O an həmən insan deyir ki, düşməninə, Ənə əftədi minkum bil qalili vəl kəthir. Və nə mal dövlətin varsa hamısını verirəm, məni azad edərsinizmi? Fəfədə nəfsəhu minhum. Mal dövlətini verib özünü azad etdi. Yəni Peyğəmbərimiz sallallahu misal çəkir. Həqiqətən o insan nəyə bənzətdi? Düşməni əsir götürüb. Yəni versən, sənin sonun nədir? Cənnətdir. Necə ki, düşmənindən qurtardı, fəda etdi. Deməli, insan da bunu verməklə nə eləyir? Yardımlaşmaqla özünü cəhənnəm əzabından qurtarmış olur, cənnəti qazanmış olur. Həmçinin bu ayın hədis şərifdə buyurur, gözəl bir hədis. Bu hədisimizi də oxuyaq inşallah. Əsma-i Hüsnəni dinləyək və sonra verişimizə, suallarımıza cavab verək. Və bu mövzu uzun mövzudur və inanıram ki, gələn verişimizə buna toxunmaq lazım. Buyurur ki, Peyğəmbərimiz s.ə.v. İnnəl meyyitə izə vud'a fi qabrihi innəhu yəsmə'u xafqa ni'alihim hinə yuvallunə anhu. Bir meyyiti, cənazəni qəbrə qoyanda insanlar onun başının üzərindən gedəndə artıq ayaq səslərini eşidir. Əgər mömindirsə deyir, namaz başının üzərində olar. Orucu deyir, sağ tərəfində durar. Zəkatı solunda. Və kənə fi'lul xeyrat. Yəni, xeyir əməlləri, sədəqə, qovumluq əlaqələri, yaxşı əməlləri onun deyir, yəni sağ tərəfində durar. Yəni, ayaq tərəfində durar. Baş tərəfindən ona əzab verilməz, çünki namaz onu qoruyar. Sağından orucu, solundan zəkatı, ayaq tərəfindən isə də onun verildiyi sədəqəsi onu qoruyar. Yəni, qəbr azabından qorunmaq üçün belə nədir? Səbəb. Ona görə hədis-i şərif buyurur Peyğəmbər s.ə.v. Hələkəl muktirun. Yəni, çox mal dövlət toplayanlar həlak oldu. Çünki nəyə görə? Mal dövlətini toplayarlar, amma kasıbların ondan payını verməzlər. Həmçinin buyurur digər rivayətdə, vaylun lil mukaffirin. Mal dövlətinin çoxaldığı, paxıllıq eləyənlərə deyir, vayl olsun. Nəyə görə? Çünki nə edirlər? Mal dövlətini çoxaldırlar, amma ondan heç bir fağırın haqqını vermirlər. Ona görə də hədis-i şərifdə buyurur ki, mə minkum min əhədin illə seyükəllimuhu rabbuhu leysə beynəhu və beynəhu tərcümən. Sizdən hər birinizə Allah Teala deyir, qiyamət günü danışacaq. Arada heç bir tərcüməçi olmadan,
İnsan deyir, sağına baxacaq, ancaq əməllərini görəcək, soluna baxacaq, ancaq əməllərini görəcək, önünə baxacaq, ancaq görəcək ki, əməlləri var. Ya pis, ya yaxşı. Ona görə buyurur ki, وَلَوْ فَتَّقُوا النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَ Heç olmasa deyir, bir xurma sədəqə verərək belə özü cəhənnəm əzabından xilas edir. Peyğəmbər sən buyurur, yəni ən az heç olmasa bir xurma. Yəni gücün nəyə çatır? Amma qaldı ki, varlı insanlar var ki, nə inirlər? Bu qədər xeyir əllərində var. Görürsən ki, kasıbların haqqını vermir. Əsasən ki, bu Ramazan ayı nədir? Yardımlaşma ayıdır. Ramazan ayı əl tutma ayıdır. Ramazan ayında kasıbları sevindirmə ayıdır. Nə qədər yaxşı işlər görsə, bilin ki, onun üçün savabdır. Və həmçinin cənnətdə bir qapı vardır, deyir. Və cənnətin qapıları hamısı istəyər ki, deyir, sədəqə verən insan o qapıdan giysin. Amma cənnətdə bir qapı vardır ki, sədəqə qapısıdır və sədəqə verənlər deyir, o qapıdan ancaq cənnətə girərlər. Bunu hədis şərifdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur. Ona görə də hər bir müsəlman, yəni bu bir öyüd nəsiyyət olmalıdır. İmkanı olan insan kasıbçılığı, yəni kasıblara əl tutsun, fağırlara əl tutsun, xəsislik eləməsin və bilsin ki, əvəzini verən kimdir? Allah Teala. Kim bir kasıbı əl tutursa, Allah nə adlandırdı onu? Allah Teala'yı gözəl formada borc verməyi adlandırdı. Verişimizin bu hissəsində Rəbbimizin gözəl adları və sifətlərinə, dualara dinləyək və sonra sualları cavab verək və verişimizdə də yenə də vaxtımız qalsa bu mövzunu davam edək. Çünki başqa bir məsələlər də var ki, yəni bu sədəqə ilə yardımlaşma əlaqəli bu məsələləri istəyirəm ki, bugün və ya çatmasa gələn verişimizə mütləq toxunaq ki, hər birimiz üçün bir faydalı ibrət olsun.
Buyurun, davam edək və sualları oxumaq istəyirəm. Bizi salamlayırlar tamaşaçılar. Elnur bəy yazır, salam aleykum. Anar bəy yazır, salam aleykum. Aleykum assalam, biz də onları salamlayırıq. Natiq bəy yazır ki, Allah köməyiniz olsun, belə vacib verilişlər verirsiniz hər gün. Allah Yaşar müəllimdən razı olsun, hər gün gəlir. Fəzli Haqq adlı tamaşaçımız yazır ki, Allah sizə kömək olsun Yaşar müəllim. Çox sağ olun. İstifadəçi intiki tamaşaçımız yazır, salam aleykum. Aleykum assalam, orucu yaddan çıxarıb başımı suya saldım və burnuma su getdi, orucum pozulmuş sayılırmı? Bir suallara cavablayaq onda. Əgər yaddan çıxardıb etmişsinizsə, orada heç bir problem yoxdur. Bir, ikinci də ki, burnuna su getməklə oruc ümumiyyətlə pozulmaz. Çünki hər bir insan namaz qılmamış əvvəl dəstəmaz alanda ağzını və burnunu yaxalamalıdır. Bu ağzı və burnunu yaxalamaq orucu pozmur. Bəziləri görürsən ki, belə yanlış fətva verirlər ki, Ramazan ayı gələndə ağza burnuna su alma olmaz. Bəs onun dəstəmazı batıl olar ki, yəni dəstəmaz alır ağza burnuna su almadan. Yəni suyu başına su tökübsə, suya soxubsa və birdən bilməyərəkdən... Yəni tamaşaçı demək istəyir, boğazıma getdi. Boğazına gelibsə, bilməyərək gelibsə, yox, orucunu açmasın. Amma məsələn bu... Tamaşaçı yazır ki, salam aleykum, insan ana bətnində olarkən ona mələk tərəfindən verilən 4 şeydən biri ruzidir. Ola bilərmi ki, insanın dua etməsi nəticəsində ruzisi artsın? Bəli, Peyğəmbər s.ə.v-də belə bir hədisi var ki, Lə yəruddul qadara illə dua. Yəni, dua vardır ki, qədərdə bəzi şeyləri dəyişər. Yəni, mələklərin kitablarında yazılan, hansı ki, Allah əmr etdiyi bəzi o qədər məsələləri dəyişə bilər. Ona görə də hər bir insan çoxlu dua etməlidir və Allah onun yazdığı ruzisinə də yönəldəcək və hər zamanda dua edə bilər ki, Allahım, sən mənim ruzimi çoxalt. Çünki Peyğəmbər hədis-i şərifdə buyurur ki, insan günah etdiyinə görə ruzisi azalar. Amma yaxşı əməllər çoxaldanda, yaxşı əməllər eləyəndə, hətta Allahda Quran-Kərimdə var ki, kim Allahdan qorxarsa, Allahdan onu çıxış yol edər və ruzisini artırar. Və Afaq xanım bayaqki dualara amin olaraq yazıb, biz də amin deyib qoşuluruq. Elnur bəy yazır ki, Yaşar qardaş, bu dualar gözəldir, amma musiqi müşayiəti ilə caizdirmi? Biz onu dünən artıq o suala cavab verdik. Biz hər dəfə bu sual gəlir və biz hər dəfə burada cavab veririk. Akındovniki tamaşaçımız yazır ki, salam Yaşar bəy, insanın ruzisinin artıb azalması nə ilə bağlıdır? Bu Allahdan onun Allaha yaxın olması, ruzisi, yəni Allahdan qorxmasına bağlıdır. Peyğəmbər hədis-i şərifdə buyurur ki, mən biraz əvvəl də qeyd etdim. İnnəl abdə la yuhramur rizqa bi zənbin yusibuhu. Hər bir insan etdiyi günahına görə Allah təala onun ruzisini azaldır. Amma Allah deyir bu "Və men yettaqillah yec'allahu məxraca və yerzuqhu min haythu la yahtasib." Ayədə buyurur ki, kim Allahdan qorxarsa, yəni qorxmaq nə deməkdir? Vaciblərini yerinə yetirmək, haramlardan çəkinmək, günahlardan çəkinmək, yec'allahu məxraca. Allah hər bir sıxıntıdan ona çıxış yolu edər və yerzuqhu min haythu la yahtasib. Və insanın ummadığı yerdən Allah təala onu ruzləndirər. Çünki Allah təalanın Ər-Razzaq adı var. Bu bir verilişlərimizdə inşallah indi bu Ramazanın ilk 10 günlərdir, verilişlərimizə girişdir. Sonra Allahın adları və sifətləri məsələlərinə toxunacaq. Allahın adları. Allahın bir adı var ki, Ər-Razzaq, yəni bol-bol ruzi verən. Onun ki, insan dua edərkən, ya Razzaq, ruziləri verən, ey ruzini verən, məxluqatını ruziləndirən deyərək Allah Taalaya çoxlu dua edə bilər. Kənan bəy yenidən yazır ki, qardaş, düzdür ki, qədəri dua və sədəqə ilə dəyişə bilərik. Dua qədər dəyişər, o hədisi qeyd etdim. Sədəqə bəs? Sədəqə də insanın əməllərini artırar, yaxşı işlərini artırar. Mən sizə verilişdən qabaq verdiyim sualı Gülnar xanım xahiş edib ki, yenidən sizə verim. İmanım da deyir azdır, mən neyniyim, hansı kitabları oxuyum, imanım artsın və bir də neyniyim, imanım artsın. İmanın ümumiyyətlə zəifliyi üçün, imanın zəifliyinin təzahürü. Bu barədə xatırlamıramsa bir il əvvələ yaxın yaxşı bir məqaləmiz var bizim saytım İslam.az-da. İmanın zəifliyinin təzahürü, imanın güclənməsinin təzahürü. Yəni imanın nə vaxt zəifliyi və imanı necə gücləndirə bilər? Əlbəttə ki, iman günahlarla zəifləyir, elmsizliklə zəifləyir. İnsan nə qədər elmi çox olsa, o qədər Allah Taala'dan çox qorxacaq, imanı artıracaq. Çoxlu elm öyrənsin və xüsusən də ki, belə bir sayt açmışıq, minə yaxın məqalə var, hədislər var, kitablar var. Otursunlar, oxusunlar. Bunu biz tamaşaçılarımız, dinləyicilərimiz üçün açmışıq sayt. Otursunlar, elmini artırsınlar və əsasən də ki, o imanın zəifliyinin təzahürü adında məqalələri mütləq oxusun. Çünki orada həm imanın zəifliyinin təzahürü nədir və imanın zəifliyini aradan qaldırmanın müalicəsi nədir? Bütün bunları o 3-4 dənə məqalədə çox gözəl izah etmişik. Və söhbət İslam Evi saytından gedir, o məqalələr orada yerləşdirilibdir. Və bir də belə bir sual var, çox bu sual soruşulubdur. Bilmirəm, indi bunu canlı yayımda soruşmaq nə qədər maraqlıdır, amma tamaşaçılarımıza maraqlıdır. Mövzumuza uyğun suallar olsun. Məncə mövzumuza uyğundur, özümdə də maraqlıdır. Deməli, heç kəsə sir deyil ki, Azərbaycanda ümumiyyətlə azanları biz 2 cür eşidirik də. Bunların da birində qeyd olunan, o birisində yoxdur. Söhbət bundan gedir ki, namazı 5 vaxt qılanlar əslində o biri namazı eşitdikdə namazı qılmalıdırmı, oruc açmalıdırmı? Yəni, ümumiyyətlə, əzanlar belədir ki, meçidlərdə təxminən əzanlar eyni vaxtı verilir.
Yəni, meçidlərin çoxunda əzanların verilmə vaxtı eynidir. Yəni, Mən əgər əzan verildisə, o əzan vaxtında verilibsə, orucu açmaq olar. Orada heç bir problem yoxdur. Müəllim, axı, misal üçün, bugünkü iftar vaxtı ilə 21:15 biri, 21:55 dəqiqə fərq var. Yəni, əgər o insan meçidə yaxın yaşayırsa, yəni əlində kalendarı yoxdursa, yaxşı olar ki, meçidlə əzanlaşsın. Yox, əgər həqiqətən həmən meçid, deyək ki, iftarı bir yarım saat, 20 dəqiqə gecikdirirsə, o zaman iftarı açmaq olar. Yəni, təqvimlə, Ramazan təqvimi ilə orucu açmaq olar. Amma ki, yəni, ümumiyyətlə meçidlərdən söhbət ki, əzanlar ümumiyyətlə Azərbaycanda meçidlərdə əzanların verilmə vaxtı təxminən eynidir. Arada bir 3-4 dəqiqə, 5 dəqiqə fərq olar, ya olmaz. Yəni, ona görə əzanı eşidəndə məsciddə onunla iftarını aça bilər. Aydındır. Yenidən qayıdaq yardımlaşma mövzusuna. Bu mövzu ilə əlaqəli verilişimizin sonuna yaxınlaşırıq. Mən bir neçə məsələni də qeyd etmək istəyərdim. Buyurur ki, yəni, həqiqətən də yardımlaşma, sədəqə vermək insanın imanın sadiqliyinə dəlildir. İnsanın yəqinliyinə, yəni Allaha yəqinliklə imanının kamilliyinə dəlildir. Və həmçinin husnul zanni bi rabbil aləmin. Sədəqə verən insan deməli Rəbbinə qarşı gözəl zənn içərisindədir. Sədəqə verməyən insan, paxıl insan deməli Rəbbinə qarşı gözəl zənn etmir. Niyə? Qorxur ki, mən yardım etsəm, mal dövlətim azalacaq, mənim imkanım azalacaq. Deməli Rəbbinə qarşı gözəl zənn içərisində deyil. Amma yardımlaşan insan, əl tutan insan, kasıblara əl tutan insan, fağırları doyuzduran insan deməli Rəbbinə qarşı gözəl zənn içərisindədir. Çünki insanların qəlbləri mal dövlətə meyillidir. İnsan, Allah təala nəfsləri belə yaradıb. Nəfslərdə paxıllıq, hər bir insanın nəfsində paxıllıq var. Amma insan nə etməlidir? Öz nəfsini müalicə etməlidir. Öz nəfsini alışdırmalıdır. Allahın razı qaldığı əməllərə sevdirməlidir nəfsini. Ona görə də nədir? Sədəqə vermək, əl tutmaq, yardımlaşma nədir? İnsanın imanının kamilliyinin səhih olması, gözəlliyinə nədir? İşarədir, dəlidir. Baxın, nədir? Buyurur hədis-i şərif Peyğəmbər s.ə.v. وَالصَّدَقَةُ burhanun. Sədəqə vermək burhandır. Yəni, bir insanın imanının olmasına, imanının sadiqliyinə dəlildir. Çünki münafiq sədəqə verməkdən imtihan eləyər. Çünki nəyə görə? Etiqad etmir. Amma mömin etiqad edir ki, mən bunu sədəqə verirəmsə, imanıma görə verirəm. Yəni, imanın mənim sadiq o qədər yəqinliyim yüksəkdir ki, bilirəm ki, Allah-u Teala bunun əksini verəcək. Yəni, Rəbbinə qarşı gözəl zənn içərisindədir. Amma verməyən isə deməli, Rəbbinə qarşı gözəl zənni nədir? Zəifdir. Ona görə sədəqə insanın nəfsini gözəlləşdirər. İnsanın nəfsində imanı daddırar. Gözəl sual soruşurlar ki, iman zəiflik, bəli, imanı yüksəltmək üçün, imanda iman sevgisini, iman şirinliyini dadmaq üçün əl tutmaq lazımdır. O vaxtda insan nədir? İnsanın qəlbində iman ləzzətini dadar. Çünki nəyə görə? İnsan sədəqə verəndə onun qəlbi nurlanar. Çünki Rəbbinin savabını, Rəbbindən savabı umaraq verir. Allaha təvəkkül edir ki, mən bunu verirəm ki, Rəbbimə qarşı gözəl zənnim var. Ona görə ki, bilirəm ki, bunun əvəzini Rəbbim verəcək. Ona görə də Peyğəmbərimiz s.ə.v bir gün, yəni bu sədəqə vermək barəsində deyir ki, Bilal radiyallahu üçün deyir ki, Bilal radiyallahu anh bir gün bir şeyi saxlayır və onun sədəqəsini verir. Peyğəmbər buyurur ki, ənfiq ya Bilal, ey Bilal, sədəqə ver, nəfəqə ver, sədəqə ver. Və lə təxşə min zil ərşiq iqlələ. Heç zaman deyir, ərşin sahibi uca Allahdan deyir, sənin mal dövlətinin azalmasından qorxma. Əksinə çoxaldacaq Allah Teala. Çox gözəl Peyğəmbərimiz buyurur. Yəni, ərşin sahibi uca Allahdan deyir, mal dövlətinin deyir, azalmağına görə qorxma deyir. Əksinə, ərşin sahibi uca Allah sənin mal dövlətini deyir, çoxaldacaq. Yəni, Peyğəmbərimiz nə edir? Heç zaman, yəni bunun da öyrədir ki, sədəqə verən insan, zəkat verən insan, kasıbları doyuzduran insan heç zaman qorxmasın ki, onun mal dövləti azalacaq. Əksinə, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُ. Siz bir şey sədəqə verərsinizsə, فَهُوَ يُخْلِفُ. Onun əvəzini uca Allah verər. وَهُوَ خَيْرُ الرَّازِقِينَ. Çünki ən gözəl, ən xeyirli ruzu verən uca Allahdır. Həmçinin sədəqə vermək insanın nəfsini rəzil işlərdən uzaqlaşdırar. İnsanın nəfsini gözəlləşdirər. İnsanın nəfsində, yəni sevgi yaradar. İnsanın nəfsini təmizləşdirər. Nədən? İnsanın qəlbində olan şək şübhədən, insanın qəlbində olan o rəzil əməllərə sevgidən, şəhvət sevgisindən, pis əməl sevgisindən təmizləyək. Çünki nəyə görə? Bütün bunlar şeytanın insanın qəlbinə və cəsədinə yaxın olması nədir? Səbəbdir. Amma sədəqə verərsə, bütün bu rəzalət, rəzil sifətlərdən, alçaq sifətlərdən onun qəlbi təmizlənər. Ona görə nədir? İnsanın qəlbini həmçin paxıllıqdan uzaqlaşarsa,
insanın qəlbində, yəni sədəqə həmçinin nədən uzaqlaşdırar? Paxıllıqdan, simiclikdən. Çünki simiclik, paxıllıq insanı rəzil edən çirkin sifətlərdən birisidir. Çünki nəyə görə? İnsan elə zənn eləyir ki, Allah təala bunun əvəzini verməyəcək. Ona görə buyurur Allah Quran-ı Kərimdə: "Və men yuqa şuhha nefsihi feulaika humul muflihun." Kim öz nəfsini paxıllıqdan, simiclikdən qoruyarsa, onlardır nəcat tapanlar. Həşr surəsi 9-cu ayədə. Və həmçinin sədəqə verən insana Allah təala onun qəlbindən öz nəfsini bəyənmək, kibir, təkəbbür, öz nəfsini sevmək, insanlara alçaq baxmaq, paxıllıq, bütün bu rəzil sifətləri Allah təala deyir, onun qəlbindən neyniyər? Uzaqlaşdırar. Ona görə də buyurur ki, Peyğəmbər hədis-i şərifdə: "Təisi abdud dinar, təisi abdud dirham." Həqiqətən də dinar qulu, bəzilərini adlandırdı, dinarın qulu, dirhəmin qulu bədbəxt oldu. Çünki nədir? Mal dövlətə yapışır, ondan heç kimsəyə, kasıblara vermək istəmir. Ona görə Allah Quran-ı Kərimdə buyurur ki, Tövbə surəsində: "Xuz min amvalihim sadaqatan tutahhiruhum və tuzakkihim biha." Onların mal dövlətlərindən sədəqə götür ki, onunla onlar təmizlənsinlər, nəfsləri pak olsun. Allah Teala Tövbə surəsi 103-cü ayədə buyurur. Ona görə də bu çox, necə deyərlər, ən mühüm məsələlərdən birisidir və verilişimizin sonuna yetişirik və istəyərdim ki, bir neçə də məsələyə də toxunum, düzdür, verilişimizə bilirəm ki, onu artıq hamısını toxunub verilişimizə bu məsələlər çata bilməyəcək. Qısa olaraq qeyd edeyim. Ənəhə, yəni sədəqə bavvabatun lisəir ə'məlil bir. Kim sədəqə verirsə bilsin ki, Allah Teala ona daha bütün digər yaxşılıq qapılarını açacaq. Paxıl insan Allah Teala xeyir qapılarını açmaz. Üzünə bağlı eləyər. Ona görə bəzən görürsən ki, yəni qazancı çox olmasa da gedir kasıblara əl tutur. Çünki nəyə görə? Allah Teala onun xeyir qapısını açır. Amma insan var ki, milyonları var, xeyir əl tutmur. Nəyə görə? Çünki paxıllığından Allah Teala ona bütün xeyir qapılarını bağlayıb. Bəziləri təəccüblənir ki, görürsən onun mal dövlətində azdır, yəni çox zəngidir, amma yenə əl tutur. Çünki ona xeyir qapısını Allah Teala açıb. Allah Teala onun sədəqə qapısını açıb ki, digər qapılardan onun üzünü açsın. Amma kimdən bağlayıbsa, o xəsisliyinə görə bil ki, Allah Teala ona bu dünyada xeyir istəmir, şər istəyir ki, bütün ona xeyir qapılarını bağlayıb. Ona görə nədir? Allah Teala üçün deyir, sədəqə vermək, Allah yolunda səmimi qəlbdən vermək, Allah Teala insan üçün xeyir qapılarını açır. Xeyir qapıları nə? Yəni, digər yaxşı əməllər. Zikir, dua, ibadət, yəni ibadətə yönəlir, yaxşı işlərə yönəlir. Allah Quran-ı Kərimdə buyurur, Leyl surəsi 5-7-ci ayədə: "Fəəmmə mən a'ta vəttəqa." O kəs ki, mal dövlətindən verir, Allahdan qorxur. "Və saddaqa bil husnə." Həmçinin nədir? Axirətə iman gətirib. "Fəsənüyəssiruhu lil yusra." Biz onun üçün deyir, rahatlaşdıracaq. Nəyi rahatlaşdıracaq? Onun bütün işlərini rahatlaşdıracaq. Bütün xeyir qapılarını özünün üzünə açacaq. Müyəssiran, yəni hər bir şər işdən onu uzaqlaşdıracaq. Çünki nədir? Allah Teala onun üçün artıq rahatlaşdırma vədi vermişdir. Leyl surəsi, yəni gecə surəsi 5-7-ci ayədə. Hər kəs yəni bu ayəni oxuya bilər. Həmçinin buyurur ki, Allah Teala Quran-ı Kərimdə: "Lən tənalul birra hatta tunfiqu." Baxın, sədəqə, yaxşılıq, yəni yardımlaşmadıqca lən tənalul birra, yaxşı işlərə, digər yaxşı işlərə nail ola bilməzsiniz. Yəni sevdiyiniz, özün üçün bəyəndiyin yaxşı mal dövlətindən sədəqə verməyincə yaxşı işlərə nail ola bilməzsiniz. Yəni xeyir işlərdə kamil ola bilməzsən heç zaman. Bunu Allah Teala Quran-ı Kərimdə buyurur. Ona görə də yəni bu ayə ilə də sahabelər nə edərdilər? Ən yaxşı mallarını Allah yolunda sədəqə verərdilər. Bir gün, yəni bu ayə ilə də bir gün sahabelərdən birisi, yəni ənsarlardan birisi olur. Çox Abu Talha sahabelərdən birisi olur. Yəni Mədinə içərisində ən zənginlərdən birisi idi. Bu ən çox da sevdiyi bir bağı var idi, Beyrihə adlı bağı, yəni xurma bağı var idi. Bu ayə inəndə gəldi Peyğəmbər sallallahu yanına, dedi: "Ey Allahın Rəsulu, Allah Teala bu ayəni indirib: "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Sevdiyiniz mallardan sədəqə verməyincə yaxşı işlərə nail ola bilməzsiniz. Mən dedi, ən sevdiyim budur, mənim bu xurma bağımdır və bunu Allah yolunda mən sədəqə verdim. İstəyirəm ki, Allah Teala onun əvəzini axirətdə Allah Teala mənə versin. Peyğəmbər buyurur ki, əlbəttə ki, Allah Teala deyir, onun axirətdə əvəzini sənə verəcək. Ona görə sahabelər nə edədilər? Sahabelər, tabinlər ən sevdiyi maldan həmişə insanlara nə edədilər? Kömək edilər. Çünki nəyə görə Allah Teala buyurur ki, ən sevdiyinizdən, özünüz üçün bəyəndiyinizdən sədəqə verməyincə, insanlara əl tutmayınca yaxşı əməllər sahibi ola bilməzsiniz. Yəni bu Quran-ı Kərimdə Rəbbimizin nədir? Ayəsidir. Yəni bu mövzumuzu
Məncə bununla kifayətlənək, çünki Suallar verməm başqa bu mövzu ilə əlaqəli başqa məsələlərə girməyək. Amma gələn verilişimdə, yəni sabah çalışacağam ki, bu məsələləri, mövzuları yeni təkrar, bəzilərini qeyd etməyəcəklərimi qeyd edeyim. Çünki bu çox önəmli məsələdir. Hər birimiz üçün, imkanlı insanlar üçün bu ibrət olmalıdır. Allah və Rəsulunun kəlamıdır. Allah və Rəsulunun kəlamı haqdır, sadiqdir. Allah təala inşallah bizləri, necə deyərlər, paxıl insanlardan, sevinc insanlardan, qəlbini dünya malına bağlayaraq, yetimləri sevməkdən, kasıblara əl tutmaqdan uzaq olan insanlardan uzaq eləsin və bizləri əksinə yetimləri, kasıbları sevdirsin. Necə ki, Peyğəmbərimiz s.ə.v belə dua edər ki, ey Allahım, sən mənə kasıbları, yetimləri sevdir və onlarla bir yerdə məni axirətdə həşr elə. Yəni, onlarla bir yerdə məni axirətdə dirilt. Eldəniz bəy sual verir ki, salam əleykum, Sumqayıtdan salamlar. Xahiş edirəm fitrə haqqında məlumat verərsiniz. Hörmətli Eldəniz, biz də siz salam. Fitrə sədəqəsi bu Ramazan ayının sonunda olur. Yəni, bayram namazına 1-2 gün qalmış olur. Bu bayram namazına bir gün qalmış verilsə daha yaxşıdır. Yəni, düyüdür, yeyinti, makarondur, yeyinti məhsullarından, qreçkadır, yəni ətdir və s. yeyinti məhsullarından 2,5 kiloqram hər bir insan, oruç tutan insan, hər bir insan özü üçün 2,5 kiloqram ayrı çıxardır. Bundan aparır bir kasıba verir ki, bayram günü onun da neynəsin? Evində yemək bilsin. Həmçinin nədir bu? Sədəqə fitri nəyə görədir? Fitri sədəqə də deyirlər buna, sədəqə fitri deyirlər və ya zəkat fitri deyirlər buna, fitrə zəkat da deyirlər buna. Eynidir adı. Adı eynidir, amma mahiyyət də eynidir. Çünki insanın oruc əsnasında, orucda etdiyi qüsurların tamamlanması üçün, qüsurların aradan qaldırılması üçün 2,5 kiloqram hər bir insanın üzərinə düşən vacibdir bu. İstər böyük olsun, istər balaca olsun. Hər kəs bunu verməlidir. Bəs imkanı olmayan? İmkanı olmayana vacib deyil. Söhbət buradan gəlir, kim verməlidir? Əgər o insan gündəlik azuqəsi yetirsə və bundan əlavə qalırsa, yəni ailəsini dolandıracaq qədər imkanı varsa, ondan əlavə bunun kənarda pulu varsa, yəni başqa imkanı varsa bunu almağa, o zaman fitri sədəqəsini verməlidir. 5 nəfər idi, mən o 5 nəfər hərəsinə 2,5 kiloqram çıxarmalıdır və bu məsələyə daha geniş... Uşaqlar qazana bilmir və ya da qocalar qazana bilmir. Uşaqlar üçün ata-ana onun yerinə çıxardır. Və ya kim evdə, ailədə işləyirsə, digərlərinin yerinə çıxarda bilər. Hətta sahabələr ana bətnində olan doğulmamış uşaq üçün belə çıxardardılar. Yəni, vacib olmasa belə bunu çıxardardılar gözəllik üçün. Yəni, bu məsələyə biz verişlərimizə toxunacaq. Bu, yəni əsas olan çəkidir, yoxsa əsas olan qiymətimiz? 2,5 km ət də verə bilərik, makaron da verə bilərik. Yeyinti məhsullarından. Hər ölkədə o yeyinti məhsul nə sayılırsa o verməlidir. Çünki, misal üçün, Peyğəmbərimizin vaxtında buğda yeyinti məhsulu sayılırdı. İndi 2,5 kiloqram sən Bakıda aparıb kimə versən, bizim bunu kim yeyəcək? Heç kimsə yeməyəcək. Bunu atacaq və ya quşlara verəcək. Yəni, məqsəd odur ki, yeyinti məhsullarından. Yəni, o yaşadığın ölkədə nə sayılırsa o. Misal üçün, alimlərin birisine sual verirlər ki, mən soyuq ölkələrdə yaşayıram, Finlandiyada yaşayan bir sual verir. Bizdə əsas qışda yeyilən məsələ, misal, ət sayılırsan, ətdən də verə bilərsən. Çünki o yeyinti, əsas odur ki, məqsəd odur ki, fağırın da evində yemək bişsin, bayram günü, o da bayramı qeyd etsin. Yəni, bu məsələlərə biz verişimizin Ramazanın sonlarına toxunacaq, dinləyicilərimiz soruşdu, amma narahat olmasın, çünki bunu daha açıq eləyəcək, çünki hələ çox vaxtımız var buna. İstifadəçilik ki, tamaşaçımız yenidən yazır ki, 20 rükət təravih hədislərdə təsdiqi varmı? 20 rükət təravih bəzi tabinlərdən gəlib, alimlərin bəziləri qeyd ediblər ki, 20 rükət təravih namazı 20 rükət deyil, əslində səhih olan 8 rükətdir və sonra 2 rükət və 1 rükət müstəhəb namaz qılınır. Fitr namaz qılınır. Amma bəzi alimlər qeyd edirlər ki, Peyğəmbər sallallahu hədisi var ki, salatul leyli məsnə, gecə namazı 2-2-dir. Yəni bu hədisi dəlil gətirərək, məsəl üçün biz çox ölkələrdə 20 rükət qılırlar. Yəni bir insan məşridə gelibsə 20 rükət də qıla bilər, 8 rükət də qıla bilər. Burada heç bir problem yoxdur. Bəs sünnədə necədir? Sünnədə, yəni səhih sünnədə gəlir 8 rükət və 2 rükət ondan sonra qılırsan vitr namazı, 1 rükət vitr namazı. Hamısı bir yerdə olur 11 rükət. Yəni əgər məşridə 20 qılırsa 20 qıla bilər. Burada heç bir problem yoxdur. Və Dirşad xanım yazır ki, salam aleykum, oruç tutan zaman müalicə alırsansa həb qəbul etmək olarmı? O müalicə zamanı həb qəbul etmək olmaz, çünki o boğazdan içəri atdığın üçün onu oruç pozulur. Ona görə də əgər müalicə alırsansa, həmən günləri tutmursan, ondan sonra müalicə qutarandan sonra qalan günləri tutursan, həmən gün tutmadığın günlər də Ramazandan sonra qəzasını tutursan. Müsəlman nifli tamaşaçımız yazır ki, salam aleykum, mən valideynlərimdən pul alıb məscidə gedirəm, məscidin yolunda duran adamlara nəzir verməyim israf sayılır, yoxsa sədəqə? Yox, sədəqədirsə savab kimə yazılır? Sədəqə deyəndə burada bir şey qeyd edilir ki, hər yoldan keçən dilənçi, bəziləri var ki, misal üçün fırıldarla məşğul olurlar, onlara vermək düzgün deyil. Söhbət gedir ki, burada sədəqə, yəni imkansız insana, axtarmaq lazımdır kasıba, imkanı olmayana, evində yeməyi olmayana, çörək tapmayana, yetimə, yoxsa hər küçədən keçənə, misal üçün, deyirsən, bəziləri küçədən keçir, pul yığır, dilənçilik eləyir.
bunun sənəti artıq sənət halına dönüb dilənçi eləyir. Onlardansa gedib kasıblar əl tutmaq yaxşıdır. Yəni digər insanlar. Və sonra Muğlam Əli adlı tamaşaçımız yazır ki, o düzdürmü ki, göydəki mələklər biz insanların günahları üçün axirətə kimi ağlayırlar. Elə bir hədis yoxdur, amma ki, mələklərin dua etməsi vardır. Peyğəmbər sən hədisi var ki, mələklər vardır ki, möminlər üçün dua eləyərlər ki, Allahım sən onların günahlarını bağışla. Dilşad xanım yenidən yazır ki, təşəkkür edirəm. Buyurun, verişimizi sonlandıraq sizin dualarınızla. Verişimizin sonuna gəldik. İnşallah Allah qismət eləsə sabah verişimizdə bu mövzunu da davam elətdirərik və digər mövzulara da toxunarıq. Və həmişə olduğu kimi verişlərimizin sonunda biz dua ilə bitiririk. Allah təala dualarımızı qəbul eləsin, amin deyək. Yəni verişimizi dinləyənlər, seyr edənlər amin desinlər. Çünki bir-birimizə dua etmək ən gözəl əməllərdən birisidir və Ramazan ayında edilən bütün dualar qəbuldur. Çünki insan oruç tutur, üstəlik bu isti havada səbr eləyir. Allah üçün oruç tutur. Əlbəttə ki, Allah təala ümumiyyətlə oruçlarında dualar qəbuldur və əsasən də ki, görürsən istiyə səbr eləyir, susuzluğa dözür. Digər insanlar onun önündə içsə də buna səbr eləyir, dözür. Həmən insan əlbəttə ki, nə qədər də dua etsə, o qədər insanın duaları qəbuldur və çox dua etsin. Biz də həmişə dua edərkən amin deyək, Allah təala dualarımızı qəbul etsin. Ey Rəbbimiz, bizə hikmət bəxş eylə və bizi sənin rızanı qazanmış salihlərə, yaxşı insanlara qovuşdur. Sonra gələnlər arasında bizə yaxşı ad qismət eylə. Gələcək nəsillər bizi həmişə yad etsinlər. Xatirimizi əziz tutub adımızı hörmətlə çəksinlər və bizi nəim cənnətlərin varislərindən eylə. Ey Rəbbimiz, yevmə lə tuxzini yevmə yub'athun, yevmə lə yənfə'u məlun və lə bənun, illə mən ətəllaha bi qalbin səlim. O gün ki, nə mal dövlət, nə övlad fayda verər. Ancaq sağlam, təmiz qəlb, daxilində şək, şübhə, küfrə, şirkə və nifqa yer olmayan qəlblər fayda görəcəkdir. Allah hüzuruna bu qəlbdə gələn insanlar fayda görəcəkdir. Ey Rəbbimiz, sən bizi həmən insanlardan eylə. Rabbana isrif anna azabə cəhənnəm, inna azabəhə kənə qaramə. Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir. Doğrudan da o nə pis məkan, nə pis yerdir. Rabbana hab lana min azwajina və zurriyyətina qurrata a'yunin vec'alna lilmuttaqin imama. Ey Rəbbimiz, bizə zövcələrimizdən, uşaqlarımızdan sənə itaat etməklə bizi sevindirib, gözümüzün işığı edən övladlar ehsan buyur. Bizi müttəqilərə imam eylə. Ey Rəbbimiz, bizi özümüzün, ata-anamızın ehsan buyurduğu nemətlərə şükr etmək, sənin razı qalacağın, yaxşı iş görmək üçün bizə qüvvət ver və bizi öz mərhəmətində salih bəndələrin zümrəsinə daxil eylə. Ey Rəbbimiz, sənin rəhmətini və elmin hər şeyini ehtiva etmişdir. Artıq tövbə edib, sənin yoluna gedənləri bağışla, onları cəhənnəm əzabından qoru. Ey Rəbbimiz, onları da atalarından, zövcələrindən və nəsillərindən əməli salih olanları da özlərinə vəd buyurduğun ədin cənnətlərinə daxil eylə. Şübhəsiz ki, sən yenilməz, qüvvət, hikmət sahibisən. Ey Rəbbimiz, bu gündə, bu gözəl gündə etdiyimiz dualarımızı qəbul eylə. Ey Rəbbimiz, oruç tutanların orucunu qəbul eylə, tutmayanlara hidayət eylə. Ey Rəbbimiz, etdiyimiz bütün dualarımızı qəbul etməklə sən bizləri sevindir. Sən ucasan, sən vəd etmişsən ki, qullarının dualarını qəbul edirsən. Sən bizim dualarımızı qəbul eylə, sən bizləri sevindir. Amin, amin, amin. Biz də tamaşaçılarla bir yerdə hamısı amin deyirlər, burada yazırlar. Biz bizə baxan və suallarını bildirən, suallarını paylaşan hər kəsə təşəkkürümüzü bildiririk və yenidən sabah saat 18:00-da hamımızın yolunu burada gözləyirik. Hələlik.